Məlum olduğu kimi, Azərbaycanda ictimai nəqliyyat sistemi üzrə geniş miqyaslı yenilənmə prosesi davam edir. Dövlət proqramı çərçivəsində metro şəbəkəsinin genişləndirilməsi, yeni vaqonların alınması, elektrik mühərrikli avtobusların ölkəyə gətirilməsi, depo və enerji infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılır. Bakı, Sumqayıt, Abşeron, Gəncə və Naxçıvanla yanaşı işğaldan azad edilmiş ərazilərdə də müasir və ekoloji təmiz avtobuslar istifadəyə verilir. İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişin daşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədi ilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edilibdir və yeni tariflər təsdiqlənib. Beləliklə, metroda bir gedişin qiyməti 60 qəpik təyin olunubdur. Müasir tələblərə cavab verən yalnız nağdsız ödənişlə işləyən avtobuslarda isə minimal tarif 60 qəpikdən başlayacaq və məsafədən asılı olaraq dəyişəcək. Yeni tariflər oktyabrın 1-i 2025-ci ildən qüvvəyə minəcək. Bu dəyişiklik ilkin mərhələdə Bakıdakı mövcud marşrutların təxminən 30%-nə şamil ediləcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymətlər dəyişməyəcək. Tarif dəyişikliyi həmçinin Bakı, Sumqayıt, Bakı, Abşeron, Sumqayıt, Abşeron marşrutlarında və digər bölgələrdəki müntəzəm avtobus xidmətlərində də tətbiq olunacaq. Burada gediş haqqı yalnız nağdsız ödəniş sistemi ilə çalışan, elektrik və ya 2025-ci ildən sonra istehsal olunan dizel avtobuslara aid ediləcək. Yeni qərarın daşıyıcıların maliyyə dayanıqlığını artıracağı, hər il təxminən 400 yeni avtobusun alınmasına imkan verəcəyi, nağdsız ödəniş sistemlərinin inkişafına, ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqinə və sərnişin daşımada şəffaflığın güclənməsinə şərait yaradacağı bildirilir. Ekspertlərin fikrincə, tariflərin artımı ictimaiyyət tərəfindən birmənalı qarşılanmasa da, bu addım avtobus parkının sürətlə yenilənməsinə və daha komfortlu xidmət göstərilməsinə şərait yaradacaq. Yeni qiymətlər daşıyıcıların maliyyə sabitliyini təmin edəcək, ekoloji təmiz avtobusların daha geniş tətbiqi isə uzunmüddətli perspektivdə şəhər havasının təmizlənməsinə müsbət təsir göstərəcək.